Artıq bugündən bizim YouTube kanalımız fəaliyyətə başlayır və mən bu kanalda sizlərə Azərbaycan dilindən olan qaydaları izah edəcəm. Çox ətraflı bir şəkildə inşallah ki, sizə faydası toxunacaq və bu kanalı açmaqda əsas məqsədim odur ki, imkanı olmuyor, hazırda gedə bilməyən şagirdlər rahatlıqla bu kanala daxil olsunlar və istənilən bölümü üzrə ətraflı məlumat əldə etsinlər. İnşallah ki, faydalı olar və başlayaq. Bismillah. Demək, bu günləri mən sizə sifət bölməsini izah edəcəm. Hər bir xırdalı ilə danışacağım və əgər inşallah ki, vaxt məhdudiyyətimiz olmasa, digər günlərdə şəkil fokusundan onun sualın izahını verəcəm. Gəlin danışaq sifət bölməsindən uşaqlar. Deməli, sifət dediyimiz kimi əşyanın əlamət və keyfiyyətini bildirir. Gəlin açaq ki, bu əlamət nədir, keyfiyyət nədir? Baxın uşaqlar, əlamət gözlə gördüklərimizdir. Keyfiyyət isə görə bilmədiyimiz əsasən hisslərdir. Məsələn, deyək ki, mən buraya yazsam hündür bina, bir də yazsam mərhəmətli insan. Baxın uşaqlar, hündür bina, bəli, mən həqiqətən də görürəm ki, bu bina hündürdür. Bunu gözümlə gördüm. Demək ki, bu mənim əlamətim sayılacaq. Amma mərhəmətli insan dedikdə mən bunu görürəm. Bir insanın qarşımda oturub və mən onun görünüşünə baxaraq mərhəmətli biri olub-olmadığını bilə bilmərəm. Onu danışdırdıqdan sonra və ya hansı bir hərəkətini gördükdən, bildikdən sonra deyə bilərəm. Demək, hiss etdiklərimiz, görmədiklərimiz olacaq keyfiyyət, amma gözlə görə bildiyimiz isə olacaq əlamət. İlk öncə bunu dərk edək ki, sifət əşyanın nəyini bildirir? Əlamətini və keyfiyyətini. Suallarımız hansılardır? Necə, nə cür və hansı? Baxın uşaqlar, bu suallardan belə deyəmək, əsasən burada imtihana düşən kimi izah edirəm və ən xırda məqamları, qəliz məqamları. Baxın, gəlin hansı sual ilə tanışılaq. Baxın, sual düşə bilər ki, hansı digər hansı bir nitq hissəsi və oxşarlıq cəhəti var. Biz deyərik ki, bunu sayılmır. Çünki biz bilirik ki, sıra sayılarının sualları hansıdır? Demək, həm sıra sayının sualı hansıdır? Eyni zamanda sifətin hansı adında bir sual var. Bu da bir oxşarlığımız yadınızda qalsın. Daha sonra gəlir uşaqlar, sifətin bilirsiniz ki, dərəcələri var, adi, azaltma, çoxaltma və bu sifətin məxsus olan ən önəmli xüsusiyyətdir. Hansı ki, məsələn, biz nitq hissələrini deyək ki, məsələn, sifət isimləşəndə bir sıra xüsusiyyətlərini itirir və ismin xüsusiyyətlərini qəbul edir. Amma yeganə dərəcə xüsusiyyətidir ki, isimləşsə belə o dərəcə xüsusiyyətini itirir. Ona görə ən mühümlərdən biridir və 3 dərəcəmiz var dedik. Ümumiyyətlə bilir ki, dilimizdə olan bütün sifətlər adi dərəcədir, ilk öncə bunu dərk edək və danışaq azaltma ilə çoxaltma. Uşaqlar, azaltma və çoxaltma dərəcəsi iki üsulla yaranır. Morfoloji və sintaktik. Gəlin ona görə morfoloji nədir, sintaktik nədir? Məsələn, güvənlik toplumunda yetəri qədər belə suallar var. Morfoloji var, bir də sintaktik. Deməli, morfoloji uşaqlar nədir? Şəkilçidir, şəkilçi vasitəsilə yaranan. Sintaktik isə söz vasitəsilə yaranır. İlk öncə bunun mənasını dərk edək. Daha sonra mən sizə uşaqlar hansı dərəcələr var, daha sonra necə yazılır və sən bu haqda siz özünüz qayda kitablarını tam təmiz şəkildə tapa bilərsiniz. Ona görə mən daha çox problemli hissələri izah edəcəm. Məsələn, bilirik ki, azaltmanın morfolojisi olur, ıntıldır, şındır, soldur, yalnızdır, raqdır, bu şəkilçilərlə düzəlir. Orada əsasən raq şəkilsizə uşaqlar daha çox tanış deyirlər. Məsələn, deyirik ki, gödərək mənasında, gödərək. Gördüyünüz kimi, məsələn, raqın formada işlətin daha qısa olan mənasında. Və bu belə, daha sonra burada şəkilçilərdən tutulur, sintaktik də, kəmlik, təhərdir, azdır və s. İnşallah onların yazışları və s. hər bir qayda şadlarında var. Məsələn, problem yarada biləcək hissələr hansıdır? Daha sonra deyək ki, çoxaltma dərəcəsinin morfoloji üsulu bir ca şəkilçisindən düzəlir, bir də m-pırısı ilə düzəlir. Baxın, o m-pırısında məsələn nə deyək? Bu necə düzəlir, necə əmələ gəlir? Baxın, yazın mən sizin üçün. Məsələn, yazaq bura sarı və mən bunu çoxaltma dərəcəsində işlətmək istəyirəm. Təbii ki, biz bunu bilirik ki, sarı olur, sap-sarı. Amma məsələn, necə olduğu düzəldir? Gəlin buna baxın, neyinirsiniz? Sözdən 2 dənə hərf götürürsünüz, S və A hərfini. Daha sonra bunlardan birini P-nı qoyuruq. Qoyduqdan sonra isə sözümüzü yenidən yazılır və əmələ gəldi. Morfoloji üsula çoxaltma dərəcəsi sap-sarı. Və ya da qırmızı Q-I hərfini qoyuruq. Daha sonra P-nı qoyacaq. Daha sonra isə sözümüzü eyni ilə yazılacaq, olacaq qırmızı. Bax, bu üsul mənimlə gəlir. Aha, bu belə. Aha, indi gəlirəm ən əsas hissəyə, hansı ki, hissədə düşür.
çaşdırmaq üçün. Baxın uşaqlar, deyək ki, məsələn, mən buraya yazıram ki, açıq çay, düzdürmü? Bir də yazıram ki, açıq göl. Görürsünüzmü? İndi uşaqlar, əslində bəlkə elə deyə bilərik ki, müəllimimiz bilirik ki, sintaktik üsuldan yaranan açıq dərəcə əlaməti olduqda, yəni azaltma bildirdikdə neft işarəsilə yazılır. Və mən asanlıqla baxa bilərəm ki, əgər nefis varsa, deməli bu azaltma dərəcəsindədir. Amma bəzən bilirsiniz ki, testdə verir ki, durğu işarələri bilərək buraxılmışdır. Amma bu halda artıq buradan da nefis bilinir və mən buyurun tapaq. Necə tapaq? Uşaqlar, əgər mən çox asan üsuldan yanında yanına baxmalıyam. Yanında isim gələrsə, demək ki, bu olacaq. Adi dərəcədə normal bir sifət olacaq. Amma yox, yanında sifət gələrsə, bu hal olacaq azaltma dərəcəsi. Deməli, mən adi və azaltma olduğunu necə biləcəm? Əgər yanında isim gəlirsə adi dərəcədə, yox sifət gəlirsə, olacaq azaltma dərəcəsində. Aydın buna diqqətli olur. Testdə verirlər, uşaq bir ay mənim açıq çay rəngini açıq və s. və ilaxmayın. Amma görürük ki, çay isim olduğu üçün bu olacaq adi dərəcədə. Baxın, başqa sözlərimizə bütüklü. Baxın, məsələn, yazaq bura bumbuz. Daha sonra sizin üçün yazaq bura kənd-savad. Sonra yazaq alabəzək. Sonra alamişmiş. Sonra nə yazaq sizin üçün? Ağbəniz və s. Yəni bu sözlərimizə baxın, bunlar da bir də ən əsası bunu da yazaq. Açıq, aydın, açıq, aşkar. İndi bunun izahını da verəcəm. Deməli, uşaqlar, bunlar olsa hər biri adi dərəcədədir, bu heç. Gəlməyə baxaq. İndi baxaq. Deməli, bunlar dedik ki, adi dərəcədədir. Baxaq, bumbuz, kənd-savad, alabəzək. Niyə görə? Çünki baxın uşaqlar, bumbuz sözündə deməli, buz isimli, isim olduğu üçün olacaq adi dərəcədə. Eyni zamanda kənd-savad sözündə savad isim olduğu üçün, alabəzək sözündə bəzək isim olduğu üçün və yaxud albəniz sözündə bəniz düz deməkdir, yalnızdan çıxartmayın və bəniz də isim olduğu üçün bu da olacaq adi dərəcədə. Və indi gələm alamışmış sözünə. Uşaqlar, ümumiyyətlə bir şey yadda saxlayaq, çox mühümdür bu. Deməli, yadda saxlayırıq ki, sifət ayrı bir şeydir, fe'li sifət ayrı bir şeydir. Bunu diqqətli olursunuz. Ona görə də avtomatik olaraq uşaq deyəndə mənim mişmiş necə, bu da sifətdə xeyr, bu miş şəkilçisi olduğu üçün bunu biz fe'li sifət kimi qəbul edirik. Və fe'li sifət qəbul etdiyimiz zaman avtomatik olaraq bu sifət sayılmır və buna görə də biz bunu hansı dərəcədə götürürük? Adi dərəcədə. Daha sonra gəlirəm açıq, aydın, açıq, aşkar sözlərinə. Uşaqlar, baxın, bunlar adi dərəcələrdir. Bu niyə adi dərəcədə olur? Baxın, məsələn, belə izah verilir ki, deyək ki, məsələn, bu markerdir, düzdürmü? Bu hər birimizə, yəni, belə deyəndə aydındır, aşkardır ki, bu markerdir. Mən bunu daha necə açıq, aydın, daha necə açıq, aşkar deyə bilərəm ki, bu markerdir. Mənasızdır da, yəni, bu aydın, açıq şəkildə marker, bu markerdir, aydın müəllimimizə aşkardır. Ona görə, artıq bu dərəcə əlaməti, yəni azaltma dərəcə əlaməti verilmir, bu bizə verir adi dərəcə. Aydındır, yəni açığı, aydını, daha doğrusu aydın, aşkar daha necə aydın, daha necə aşkar ola bilər. Ona görə də biz bunu adi dərəcə olaraq götürdük. Mütləq sözlər diqqətli olursunuz. Sonra uşaqlar, sonra sizə nə deyim, bunları yadda saxlayaq. Sonra gələk ən əsası mövzularından, izahlarından birinə material bilgidən sözlər. Uşaqlar, bu da düşün test okusunda da ilk 5-6 sualından demək olar ki, demək, material bildirən sözlər hansılardır? Uşaqlar, dəridir, ondan sonra kətandır, qızıldır, gümüşdür, misdir, torpaqdır. Bəzən torpaq düşür, uşaq çaşdırır ki, o necə material olur, o da materialdır, məsələn, torpaq yolla getdi və s. Eyni zamanda asfalt və s. Və burada material bildirən sözləri, həmçinin mən uşaqlara belə başa salaram ki, bunu biz sifət bölməsindən keçirik, amma hansı hissəsi olaraq götürəcəyik, isim hissəsi olaraq götürəcəyik. Uşaqlar, aydındır, amma biz necə məsələn çaşdıra bilər? Deyək ki, verəcək belə, mən bilirəm ki, gümüşdür, ondan sonra qızıldır, bunlar material bildirən sözlərdir, düzdürmü? Əla və isim götürürəm. Amma mənə versə ki, məsələn, gümüşü, məsəl üçün də çanta. Düzdürmü? Aha, və yaxud da ki,
qızılı çanta və s. Burada artıq mən, bax bu I, I, U, Ü şəkilcisi artırıldığı üçün mən ona sifət götürəcəm. Necə çanta, gümüş, necə çanta, qızıl. Artıq bunun rəngini göstərir. Ona görə rəng əlaməti verdiyi üçün, yəni həmən beynimə yazdım, gümüş, bir də qızıl materialda əla ilə gümüşdə görək. Müəllim deyir ki, gümüş, qızıl material xeyr. Artıq ona I artırılanı, qızılı, gümüşü bu halda biz nə götürəcəyik onu? Normal olaraq sifət götürəcək. Aydın adı materialdan çıxır və buna diqqətli olmalısın. Sonra uşaqlar daha mühüm, çox mühüm bir şey izah edirəm sizə. Bu demək məktəbli, kəndli, daha sonra şəhərli, hətta burada səhv bilmirəmsə var idi, Həsənli, bu kimi soyadlar və s. Bunlar nitq hissəsi olaraq uşaqlar isimli, buna çox diqqətli olursunuz. Deməli, bunlar nədir? İsimli, mütləq elimizdə saxlayırıq. Məktəbli, kəndli, şəhərli, soyadları, Həsənli, nə bilim, və s. kimi soyadları olacaq isim. Aydın mı? Bu hətta səhvlərimizə TK-nın da sınavına düşmüşdür bu tip bir şeylə. Ona görə bunu mütləq halda yadda saxlayırıq. Amma bir şey deyilsə, biraz daha dərinə getsək, hansı ki, bəlkə biraz bilgi səviyyəsində izah etsək deyərəm ki, məktəbli sözü, məsələn, bir cümlə düşə bilər bizə. Biz beynimizə yazmışıq ki, məktəbli sözü isimdir, əla, super. Bəs belə, deyir ki, bəzi kəndlər məktəbli, bəzi kəndlər məktəbsizdir. Aha, bu halda müəllim mənə deyil, məktəbli isim götürüb xeyr, biraz içərisinə daxil olmaq lazımdır. Bəzi kəndlər məktəbli, necə, bəzilər məktəbsizdir. Necə görürsünüz, bu şəkilçiləri. Deməli, artıq mən burada bunun isim deyil, nə götürəcəm uşaqlar, sifət kimi götürəcəm. Yəni, bu kimi məqamlarda biraz diqqətli olaq. Daha sonra sizə nə deyəcəm? Gəlin, ilk öncə bunu deyim. Bax, yadda saxlayın, qoca, cavan, namərd, qəhrəman, igid tipli sözlər sifətdir. Eyni zamanda körpə, bəzən belə deyək, körpə ağladı, kim ağladı deyirik və uşaq çaşırdır ki, bu sifətdir, xeyr uşaqlar. Burada bu, deməli, daha doğrusu çaşırdır isimdir, amma körpə sözü burada nədir sifətdir, sanki isimləşməyib. Aydın mı? Və nə deyəcəm sizə? Gəlin, biraz bu Q və Daki şəkilçilərindən danışaq. Ən ləzzətli deyəlim hissəsidir sifətin Q Daki bölməsi. Və hətta burada artıq biraz yazını da keçid edirəm. Necə? Baxın, uşaqlar, mən ilk öncə sizdən Dakidan danışmaq istəyirəm. Baxın, siz necə əzbər bilirsiniz ki, adınızı, düzdür, mən də öz adımı bilirəm sizdə. O tipli, o dərəcədə əzbər bilməlisiniz ki, mən Dakini harada görsəm, onu sifət götürəcəm. Bir, ikincisi, Dakini gördüyüm zaman sualda hansı olacaq? Aydın mı? Məsələn, evdəki, haradakı, məsələn, bu tiplər qətiyyən verilmə. Evdəki hansı bunu ilk önce dərkləyirik və Dakini harada görsək, biz götürürük sifət kimi. Məsələn, yenə dediyim, o təkrarlı tezini düşmüşdür. Deyəsən, şəhərdəkilər idi, nə etsə belə bir şeydi və orada lər artırılıb, isim şəkilçisi və s. belə bizə dəxli yoxdur. Mən əgər orada Daki şəkilçisini görürəmsə, deməli, bir nömrə, birinci dərəcədə götürəcəm, onu sıfır. Aydın mı? Burada nə çıxır? Deməli, mən Dakini uşaqlar 100%-lə nə götürəcəm? 100%-lə mən bunu sifət götürəcəm. Bunu dərk etdik və sualımız da hansıdır? Gəlin, bəs Ki-dən danışaq uşaqlar. Ki, bilirsiniz, Ki-nin bir çox funksiyaları var, köməkçisi var, şəkilçisi var və mən sizə ayrı olan şəkilçi variantı, daha doğrusu bitişik olan şəkilçi variantından danışaq, ayrı olan köməkçi hissəsi olur. Baxın, Ki-ni niyə görə mən bu 100%-in içərisində daxil edelim? Bu belə deyil, 80-80%, 88% təxmini olaraq biz bunu götürəcəyik sifət olacaq. Niyə görə? Məsələn, mən burada dünənki yazıram, düzdür uşaqlar və mən burada Ki-ni görürəm. Bu zərfdən düzələn bir sifətdir. Bu, həmin bu 80%-in içərisinə daxildir ki, bu nədir uşaqlar? Sifətdir, çünki Ki-ni görürəm mən burada. Bəs, mən sizə deyə bilərəm ki, 100% mən Ki-ni görsəm, sifət götürəcəm, xeyr, deyə bilmirəm. Niyə görə? Harada bir problem yaranır bizə şəxs əvəzliyirlərinin üzərinə gələndə, şəxsin üzərinə gələndə, məsələn, deyirəm ki, səninki, bizimki və s. bu tipli olanda artıq mən bunu uşaqlar nə edirəm? Sifət götürə bilmirəm. Bax, həmin o yerdə qalan 18-20% bu məsələdir ki, şəxs əvəzinin üzərinə gələndə sifət olmayacaq. Amma digər yerdə qalan hallarda, bütün hallarda siz bunu nə götürəcəksiniz? Sifət götürəcəksiniz, eyni zamanda sualda hansı olacaq? Və baxın, məsələn, dünənki yazmışam, bu zərfdən düzəlmiş bir
sifətli və s. nəyə istəyirsə artıra bilərsiniz, şəxs əvəzliyi isə yox. Təbii ki, onu artıranda artıq sifət olmayacaq. Bu belə. Sonra uşaqlar, bunu deyəsən MHŞ-nin toplusunda belə bir sual var idi. Həmin topluda deyir ki, demək, dilimizdə olan biz bütün sifətləri hansı sualını verə bilərikmi? Mən də sizə sual verə bilərikmi? Xeyr. Niyə görə? Çünki bütün sifətlərdə dahi şəkilçisi yoxdur. Yoxdursa mən bu halda necə olardı həqiqətən hansı sualını verə bilərəm? Aydınmı? Ona görə yəni bütün sifətlərə hansı sualı vermək olur. Sırf olaraq dahi və ya şəkilini görəndə biz deyəcək ki, bunun sualı hansıdır? Aydınmı? Buna diqqətli oluruq, çox özü diqqətli oluruq. Uşaqlar, daha sonra bu sahib isimləşdirmə, daha doğrusu sifətin isimləşməsi məsələsi var. Məsələn, deyim ki, belə deyək də, ilk özümüz variantlarda deyək ki, sifəti seç, düzdürmü? Bax, mən ilk öncə bilməliyəm ki, bax, bu lıq şəkildir. Gəlin bu lıqdan əvvəl danışaq, sonra da isimləşmək gedəcək. Baxın, yenə bir riyazi tərəfində biraz gedirik. Lıq şəkilçisi uşaqlar, yenə deyirəm, 80% ilə isim düzəldəcək. Yəni, mən niyə bilməliyəm ki, aşağı, sən harada lıq görürsən, onu isim götür. Belə şey deyə bilmərəm. Ona 80% deyə bilərəm, bəli. Məsələn, yazıram ki, nə bilim, yazıram ki, beşlik, nə bilim, yaxşılıq və s. Bəli, mən lığı gördüm, burada isim götürürəm. Bəs o 20% nədir və mən onu necə tuta bilərəm? Təbii ki, sual vermə vasitəsilə. Baxın, bunlar isimdir. Amma məsələn, yazıram qurbanlıq və yaxud da yazıram illik və yaxud da həftəlik. Aydınmı? Bu sözlərdə artıq sifət olacaq. Necə bilirəm? Sual vermə vasitəsilə. Bəs mən necə rahat sual verə bilərəm? Uşaqlar, yanına söz qoyur baxın. Biz özümüz belə, yəni müəllim də ona qaranlıq sual olanı yanına söz qoyur, onun vasitəsilə. Məsələn, qurbanlıq qoyur, necə qoyur? Və yaxud da biləm ki, illik plan, necə plan? Həftəlik plan qurmuşam, cədvəl qurmuşam özümə. Necə cədvəl, necə plan? Aydınmı? Həftəlik. Mən necə sualını verdiysəm, demək ki, illik burada sifət düzəldəcək. Amma digər hallarda yazılır, harada görsəz, isim götürəcəksiniz və üç bucaq, yəni leksikdir. Lıq istər isim, istər sifət düzəlsin, hər iki halda biz onu leksik götürəcəyik. Aydınmı? Və bizə deyilir ki, uşaqlar, bu aydın cüzyanımıza saxlayaq. Bu isimləşmə məsələsində, məsələn, deyir ki, sifəti seç, variantlar verib və variantlarda, məsələn, birində yazıb, cümləni yazıram, sözü yazıram, məsələn, yaxşılıq, B variantında verib yaxşı, məsəl üçün, deyək, C variantında verib gözəllik, aydınmı? Məsələn, mən burada ilk öncə A və C variantlarını çıxıram. Niyə görə? Yəni, sən düşünmə ki, yaxşı ilə gözəl sifətdə mən onu niyə çıxıram? Çünki burada lıq şəkilçisi var. Müəllim də deyil, lıq 80% isim düzəldir. Aydınmı? Buna görə mən A ilə C-ni çıxıram və yerdə qalır bu. Aydınmı? Yəni, bu lığı gördüyümüz zaman çıxmağa çalışmalıyıq sual verərək. Və sahib isimləşmə, daha doğrusu sifətin isimləşməsində də məsələn, körpələr gəldi, kimlər sual verir uşaqlar onlar. Amma, baxın, belə üsulla sizə izah edeyim. Məsəl üçün, dedik ki, körpələr, məsələn, körpələr ağlayır, düzdürmü? Düzdür. Yəni, körpələr ağlayır, kimlər ağlayır, kim sualı verdik buna? Bu oldu isim, xeyr uşaqlar. Bu sadəcə olaraq neyir? İsimləşir. Mən də belə izah edirəm uşaqları hər zaman. Deyirəm ki, məsələn, mən sənin geyimini, məsələn, pəncəyini geymişəm əynimi, mən sadəcə olaraq sənə oxşaya bilərəm. Amma mən çevirib sən olmayacaq, düzdürmü? Və bu da körpə sifətdə gedib ismin geyimini geyinib, düzdürmü? Və oxşuyub isimə. Amma bu körpə sifəti çevrilib isim olmayıb, sadəcə bənziyib ona, yəni isimləşib. Və variantda bilərsə, körpələr sözü hansı bir hissəsidir? A-ya isim yazar, B-yə sifət yazar. Mən bu halda sifət götürəcəm. Aydınmı? Amma yadda saxlayırıq ki, və bu aid qrammatik şəkilçilərə, ismin qrammatik şəkilçilərinə. Aydınmı? Yəni, qrammatik olanda isimləşmə gedir. Amma yox, onun içərisində həmçinin leksik şəkilçi hegemon bir şəkilçidir. Lıq girərsə, o zaman artıq, məsələn, elə yaxşılıq sözü özü olsun. Düzdürmü? Mən burada deyim ki, yaxşılıq nə? İsmi sual verirəm. Burada da mənim isimləşir. Xeyr. Niyə xeyr? Çünki bu şəkilçi üç bucaqdır. Və əgər üç bucaqdırsa, bu hegemon şəkilçi, leksik şəkilçi içəri daxil oldusa, o halda bu çevrilib, başdan tam çevrilib olacaq isim. Bunlara çox diqqətli olun. MHŞ yoldur bu tiplərdir. Aydınmı? Sonra uşaqlar sizə daha bir şeyi izah etmək istəyirəm. Bu A və I şəkilçisi məsələsini hardan bilək ki, A-dır, hardan bilək ki, I-dır. Məsələn, mən deyirəm, burada
titrək sözü yazıram. Titrək. Bir də yazıram böyük. Düzdürmü? Bu iki tane sözü yazdım və mən hardan bilim ki, bu ağdır yoxsa ıqdır. Uşaqlar, bununla çox gözəl və asan bir sual var. Yenə bu da en başarılı düşən tiplərdən biridir. Uşaqlar, əgər sözün sonuncu saiti, son hecasında olan saiti açıqdırsa olacaq ağ, belə yapmasaqdır. Açıq ağ. Deməli, buradakı ağıymış. Amma son hecasındakı saiti qapalıdırsa, bu halda olacaq ıq. İq, u, üç. Aydın ama deməli, açıq ağ, qapalı ıq. Əmrə. Yəni, soruşur ki, hansının, məsələn, belə bir sual ola bilər ki, hansının sondakı keçiləri eynidir, yəni eyni üstuna yaradır. Yəni, biz orada deyəcəyik ki, məsəl üçün, açıqlarda ağ olacaq, qapalılarda ıq olacaq. Artıq bunu eyni götürə bilməz. Çünki biri ağdır, biri ıqdır. Yəni, ağdan ağı, ıqdan bunu götürməlisiniz. Aydın mı? Açıq ağ, qapalı ıq. Bunu da elimizdə yazdıq. Çox mühüm məqamlardandır. Gəlirik ən mühüm hissələrdən biri olan sintaksis hissəsinə. Mən bilirsiniz ki, sifət təyinə çox bənzəyir, mən ayırt etməliyəm və s. Gəlin nümunələr sizin üçün yazmışam, çox diqqətli olursunuz burada. Baxın, yazmışam ki, kiçik bacım gəldi. Gəlin bir təhlil verək. Nə etdi? Gəldi. Kim gəldi uşaqlar? Bacım. Hansı bacım? Kiçik bacım. Tamam, heç bir problem yoxdur. Qısas olaraq kiçik sifətdir. Cümlə üzvü olaraq mən bunu təyin götürəcəm. Bitti. Yəni, burada mənim heç bir problemim yoxdur. Bunu tapırım. Aha, indi bəs problem harada çıxır? Buna baxın. Kiçik bacım gələndə sevinirəm. Nə edirəm? Sevinirəm. Kim mən burada yoxdur? Mən nə zaman sevinirəm uşaqlar? Kiçik bacım gələndə. Aha, deməli uşaqlar. Bu artıq burada olur zərf. Baxın. Bəs müəllimdən niyə bunu bir yerə təhlil edib? İnşallah sintaktik təhlil bölməsini çəkəndə bunu daha ətraflı izahlarını verəcəm. Niyə görə mən bunu deməli götürdüm bir yerdə? Çünki uşaqlar anda, əndə var burada. Bu da feili bağlamadır. Və feili bağlama tərkibə əmələ gətirir. Aha. Artıq tərkib əmələ gətirəndə bunlar özündən əvvəlki sözlərdə bu tərkib içərisinə daxil edirəm və içərisinə daxil edirimsə mən kişiyi burada müstəqil cümlə üzvü olaraq təyin götürmürəm. Zəhliyin içərisində verirəm. Onda səndən sonra cümlədə təyin var deyirsən, xeyr yoxdur. Çünki bu nədir? Zəhliyin içərisində verilir və feili bağlamanın tərkibindədir. Yəni burada siz təyin götürmürsünüz. Götürürsünüz, feili bağlamanın tərkibinin içərisindədir və zəhli funksiyasındadır. Bitdiyəcəkdir. Nitq hissəsini kimi verir, təbii ki, onu götürə bilərsiniz. Amma cümlə üzvü olaraq bu zəhli işli feili bağlamanın tərkibindədir. Buna çox diqqətli olun, qəbul sınavlarının testlərində mütləq halda düşür. Yəni, buna baxın, eyni zamanda bilirsiniz, birləşmələr iki cür olur, feili birləşmə və ismi birləşmə. Bu feili birləşmə, eyni zamanda bu ismi birləşməyə aiddir. Məsələn, kiçik bacımın qələmi məndədir. Nədir məndədir, nə məndədir? Kiçik bacımın qələmi. Görürsünüz, burada mən, deməli, ismi birləşmənin əvvəlini təyin verərsə, yəni təyin kimi biz aslında onu düşünürük də, verərsə, biz onu həmin ismi birləşmənin içərisinə qəbul edirik. Yəni, nə məndədir, nə məndədir bacımın qələmi, hansı kiçik və s. artıq aləm dəyişdirlər. Mən bunu bacımın qələmi bilirəm, çünki təyin söz birləşməsində bu parçalanmır. O halda və ismi birləşmənin, deməli mənim bilmə gəlir ki, ismi birləşməsi ondan əvvəl təyin mən qoya bilmərəm. Bunun içərisinə əlavə edəcəm. Bir yerdə nə məndədir? Kiçik bacımın qələmi mübtədanın içərisinə edəcək. Hani qısas olaraq sifətimi bəli, amma sintaktik vəzifəsi yoxdur. Yəni bu ismi birləşmənin içərisinə daxil olur. Yəni müstəqil deyil. Bunu çox ən mühüm hissədə deyərdim mən. Aydın mı? İndi buna baxın, bu bunu birimizə bir daha baxaq. Deməli, feili birləşmənin tərkibində olarsa biz bunu ayrıca təyin edirik. Yəni feili bağlama, feil sifət bölməsində birlikdə götürülür. Bir. İkincisi, eyni zamanda ismi birləşmə görürəm. İsmi birləşmənin baş hissəsində təyinlə oxşadıram əslində kiçik böyükdə hər hansı bir yeni sifət. Mən bunu ayrıca təyin götürməyəcəm. İsmi birləşmənin içərisinə daxil edəcəm. Bunu da yadda saxlayın. Bir şey yazmışam. Deyir ki, inci qırmızı geyim. Uşaqlar. Baxın, biz bunu cümlə üzvü olaraq, baxın, nə edib geyinib, kim geyinib? İnci. İnci necə geyinib? Qırmızı geyinib. Düzdür?
ismin, daha doğrusu sifətin dostu isimdir, zərfin dostu isə feildir. Ona görə avtomatik olaraq əgər burada belə deyək də feil gəlibsə, mən bunu xəbər gəlibsə, daha doğrusu xəbər gəlibsə, mən bunu zərfli götürəcəm. Bunu ilk öncə dərk edir. Amma səndən soruşsa ki, bəs qırmızı burada nitq hissəsi olaraq nədir? Mən deyim ki, burada qırmızı yanında feil olub deyə zərfdə artıq mən burada uduzmuş oluram. Niyə? Çünki qırmızı rəng bildirir və rəng bildirmək xüsusiyyəti zərf sifətə aiddir. Əgər sifətə aiddirsə, bu halda mən qırmızını necə zərfə götürə bilərəm? Aydın, ona görə, məsələn, inci qırmızı geyim, yanında feil olsa belə, bu rəng bildirirsə, mən bunu sifət götürəcəm. Desəm, cümlə özüm olaraq bəli, mən sizə razıyam, zərfli işlə. Amma nitq hissəsi olaraq sifətdir. Niyə görə sifətdir? Çünki rəng əlaməti bildirmək xüsusiyyəti sifətə aiddir, zərfə aidliyi yoxdur. Aydın, qızıldan dəyərli məlumatlar verdim sizə uşaqlar, hansı bax bu hissədə olan hər bir şey tam imtahan sualıdır. Aydın, xüsusən bu tərkib içərisində verirlər və sizi çaşdırırlar. Belə izah etdim sizə sifət bölməsini, inanıram ki, çox faydalı olacaq. Çünki hər biri test imtahan sualıdır. İnşallah ki, faydalı olacaq.